Salam. Keçən videoda müəyyən şəxsi cümlələrin izahını vermişdim. Bu videoda isə qeyri-müəyyən şəxsi cümlələrə aid testlərin izahını verəcəm. Ümumiyyətlə qeyri-müəyyən şəxsi cümlə nədir? Bunu necə seçə bilərik digər cümlələrdən? Nəzərinizə çatdırım ki, qeyri-müəyyən şəxsi cümlənin xəbəri üçüncü şəxsin cəmində olmalıdır. Üçüncü şəxsin cəmi nədir? Yəni orada kəmiyyətlər olmalıdır. Və bu cümlənin mübtədası buraxılıb, yəni mübtəda olmur. Amma biz rahatlıqla yerinə bərpa eləyə bilərik. Yəni onlar qoya bilərik. Bu tipli cümlələrə biz qeyri-müəyyən şəxsi cümlələr deyirik. Gəlin indi bir neçə testin izahına baxaq, daha rahat başa düşəcəksiniz. Deməli, biri qeyri-müəyyən şəxsi cümlə deyir bizə. İndi xəbərə baxırıq, hamısında lar var. Və uzaqlaşdırdılar, dəvət etdilər, tanıyardılar, etmişdilər, verdilər. Amma indi burada belə bir məsələ var. Gəlin variant getdikcə mən sizə bunu deyəcəm. İşi bacarmadığına görə onu vəzifədən uzaqlaşdırdılar. Kim? Onlar. Xəbər üçün cəmidir və bura mübtəda yoxdur onlar. Amma mən bərpa eləyə bilərəm. Bu qeyri-müəyyən şəxsi cümlədir. Bizi rəisin otağına dəvət etdilər. Baxın, yenə dəvət etdilər. Larlər var, üçün cəmi var. Kim? Onlar. Bəli, burada da qeyri-müəyyən şəxsi cümlədir. Dostu dar gündə tanıyarlar. Aha, indi sizə belə bir qeyd deyim. Yadınızda saxlayın. Əgər qeyri-qəti gələcək zaman, yəni ər, üstə gələk larlər görürsünüzsə, bu daha çox ümumi şəxsi cümlədir. Ya da mazlar, yəni inkarda da maz olur da qeyri-qəti gələcək zaman. Tanıyarlar. Bunu hamıya deyir, hamıya aid edir, ümumidir. Arlar, mazlar gördüyünüz zaman daha çox mənasına da baxaraq ümumi şəxsi cümlə götürə bilərsiniz. Yəni bu qeyri-müəyyən şəxsi cümlə deyil, amma digər zamanların üzərinə larlər gələndə əsasən qeyri-müəyyən şəxsi cümlə olur. Məsələn, görürsüz etmişdilər, keçmiş zaman, yaxud da digərlərində verdilər, bu da keçmiş zaman. Yəni bunlar qeyri-müəyyən şəxsi cümlədir. Gəlin ikinci suala keçək baxaq. Qeyri-müəyyən şəxsi cümləni müəyyən edin. A variantında ona gül bağışlayanlar öz şagirdləri idi. Larlər yoxdur, yəni üçün cəmi deyil burada. A-nı çıxdım. Evlərə su çəkilirdi. Yenə larlər yoxdur xəbərimdə. Mütləq olmalıdır. Yəni qeyri-müəyyən şəxsi cümlədir. B variantını çıxıram. Uşaq ona əziyyət verirdi. Görürsüz xəbərdə yenə larlər yoxdur, amma D ilə E-də var. İndi baxaq. Ananı bağçada yaxşı qarşıladılar. Kim? Yoxdur mübtəda cümləmdə. Amma onlar deyə bilirəm. Bu qeyri-müəyyən şəxsi cümlədir. Qonaqları anamgil hörmətlə qarşıladılar. Nə etdilər, qarşıladılar? Kim? Anamgil. Amma bunun mübtədası içərisində var. Baxın, diqqət edin. İkisini də xəbəri qarşıladılardı. Amma E variantında mübtəda cümlənin içərisindədir. Əgər bundan əvvəlki videonun izahına, testlərin izahına baxmısınızsa, orada mən demişdim ki, əgər mübtəda cümlənin içərisindədirsə, bu müəyyən şəxsi cümlədir. Amma mübtəda ballardır, mübtəda yoxdur. Onları amma bərpa eləyə bilirəm. Ananı bağçada yaxşı qarşıladılar. Kim? Onlar. Bu artıq qeyri-müəyyən şəxsi cümlə olur. Keçək 3-ə baxaq. Biri qeyri-müəyyən şəxsi cümlədir. Bizi görəndə uşaqlar çaşdılar. Nə etdilər? Çaşdılar. Kim uşaqlar? Mübtəda var. Çıxdım. Alı kişi yılxını çölə apardı. Heç xəbərdə larlər yoxdur, ona görə götürə bilmərəm. C-ni də ona görə çıxıram. Larlər yoxdur. Qaldı D ilə E. Qonaqlar hörmətlə qarşılandılar. Aha. Nə etdilər? Qarşılandılar. Kim? Qonaqlar. Baxın, mübtəda var içərisində. Mübtəda varsa, mən bunu qeyri-müəyyən götürə bilmərəm. D variantını çıxıram. Daha sonra gecə saat 2-dir, bizi oyatdılar. Nə etdilər? Oyatdılar. Larlər də var. Kim? Kim oyatdı? Yoxdur cümləndə. Amma onlar deyə bilirəm. Yəni yerinə qoya bilirəm. Cavabımız olur 3-də E variantı. 4-də qeyri-müəyyən şəxsi cümləni müəyyən edin deyir. Yenə A variantını çıxıram. Niyə? Bəli, çünki larlər yoxdur.
Qonağı gülər üzlə qarşılayarlar. Burada baxın arılar qeyri-qəti gələcək zaman, ikinci sualda dedim ya, qeyri-qəti gələcək zaman arı üstə gəlirlər. Burada hamıya aiddir. Konkret bir neçə nəfərə yox. Ümumiyyətlə hamı qonağı gülər üzlə qarşılayarlar. Mənası da ümumidir. Bu ümumi şəxsi cümlədir. Həm də bir daha qeyd edirəm, qeyri-qəti gələcək zaman arılar, mazlar gördüyünüz zaman məniyə baxaraq, bax məniyə baxaraq deyirəm ha, həmişə qaçıb götürməyin. Ümumi şəxsi cümlə götürə bilərsiniz. Deməli B variantını ona görə çıxıram. İçəridəkilər gələn qonağı tanımadılar. Nə etmədilər? Tanımadılar. Kim? İçəridəkilər. Mübtədası var təbii ki, götürə bilmərəm. Bizi oxucularla görüşə dəvət edirlər. Nə edirlər? Dəvət edirlər. Kim? Kim? Onlar. Bəli, yoxdur onlar. Amma qoya bilirəm. Deməli, doğru cavabımız olur D variantı. 5-də qeyri-müəyyən şəxsi cümləni müəyyən edin. Aha, A-nı çıxıram, götürə bilmərəm. Larlər yoxdur. B-ni çıxıram, larlər yoxdur. Yəni mən sizə rahat test işləmi üsulunu deyirəm. Səkinəyə bu hərəkətinə görə hər yerdə hörmət edərdilər. Bəli, keçmiş zamandadır. Larlərimiz də var. Kim hörmət edərdi? Onlar yoxdur. Deməli, götürə bilərəm. Digər variantlara baxıram. Larlər yoxdur. Çıxdı. Cavabımız elə C variantı olaraq da qalır. 6-cı suala baxaq. 6-cı sualda da yenə qeyri-müəyyən şəxsi cümləni müəyyən edin deyir. A variantını çıxıram. Burada 3-cü şəxsin cəmində deyil. İmtahanlara ciddi hazırlaşarlar. Baxın, arılar var, hamıya aiddir. Burada bir neçə nəfərə demir. Ümumilikdə hamı imtahana ciddi hazırlaşır. Ümumi şəxsi cümlədir. Sanki Səlim ağanın başına bir çomaq vurdular. Bəli, burada lar, yəni 3-ün cəmində var. Kim vurdu? Bilmirik. Amma onlar qoya bilirik. Bir də ki, bir qeyddə deyim, bənzətmə bildirən modal sözlər var. Sanki, elə bil ki, bu tipli modal sözlər daha çox qeyri-müəyyən şəxsi cümlələrin tərkibində işlənir. Ona görə doğru cavabımız C olur. D variantına baxıram. Burada da ümumi şəxsi cümlədir. Yayın isti günlərindən birində onlar kəndə gəldilər. Nə etdilər? Gəldilər. Kim? Onlar. Mübtəda varsa müəyyən şəxsi cümlədir. Deməli, E variantında çıxdıq. Cavab olur elə C variantı. Nümunələrdən biri qeyri-müəyyən şəxsi cümlədir. Yenə döyüşçülərimizi hər yerdə hörmətlə qarşılayırlar. Baxıram, qarşılayırlar. 3-cü cəmindədir. Kim qarşılayır? Yoxdur cümlədə mübtəda. Amma kim onlar deyə bilirəm. Yəni yerinə əlavə eləyə bilirəm, bərpa eləyə bilirəm. Bəli, elə cavabımız olur A variantı. Daha sonra 8-ci sualda qeyri-müəyyən şəxsi cümlə hansıdır? Bizə şəhərin mərkəzində təzə mənzil verdilər. 3-ün cəmindədir. Bəli, kim verdi? Yoxdur yenə cümlədə. Bəli, olur. Deməli, qeyri-müəyyən şəxsi cümlə. B-yə baxaq. Bəzi tələbələr yataqxanada yer istədilər. Kim? Baxın, larlər var. Kim istədi? Tələbələr. Mübtədası var, müəyyəndir. Sözün doğrusunu zarafatda deyərlər. Arılar var burada, ümumi şəxsidir. Divarın əyrisi özülündən başlayan 3-cü cəmində deyil bu. Ailə şərəfini, qürurunu qoruyarlar. Bu da ümumi şəxsi cümlədir, hamıya aiddir. Baxmayaraq ki, 3-cü cəmindədir. 3-cü cəmində qeyri-müəyyən də ola bilir. Ümumi şəxsi də ola bilir. Bayaq dediyim məsələyə görə, yəni zamana görə və mənasına görə ayıra bilərsiniz. 9-da qeyri-müəyyən şəxsi cümlə hansıdır? Güya Qızılcaya qarşı mübarizə aparmağı bacarmırlar. Nə etmirlər? Bacarmırlar. Kim? Onlar. Aha, bəli, burada da 3-ün cəmindədir və onlar qoya bilirəm. Cavabımız elə A variantı olur. Maşını daha rayon mərkəzinə 3-ün cəmində deyil, sürdürmədim. Deməli, eynidir, ona görə çıxıram. D-də gizlədirlər. Kim? Onlar.
mübtəda var. C-də Məcidin bu sayaq zalımlığına dostları inanmırdılar. İnanmırdılar kim? Dostları. Yəni bunun da mübtədası var. Ona görə cavabımız olur A variantı. 10-cu sualda biri qeyri-müəyyən şəxsi cümlədir. Onu qarşılamağa gələnlər dinməzcə oturub gözləyirdilər. Nə edirdilər? Gözləyirdilər ki, onu qarşılamağa gələnlər, yəni mübtədası var. Son vaxtlar kənddə yalnız bu hadisə haqqında danışırdılar. Nə edirdilər? Danışırdılar ki, yoxdur cümlədə kim sualına cavab verən 3-cü əmindədir xəbərimizdə. Bəli, elə B variantını götürə bilərəm. Gəlin digər variantlara da baxaq. Atlılar qalanın aşağı tərəfindən enib dərəyə doğru irəlilədilər. 3-cü əmindədir. Kim? Atlılar. Mübtəda var, müəyyən şəxsidir. Bülbüllər yenə həzin-həzin ötürdülər. Nə ötürdü, nə bülbüllər. Bəli, mübtədası var, müəyyən şəxsidir. Əşrəfgil nəfəslərini dərmədən yol gedirdilər. Yol gedirdi kim? Əşrəfgil mübtədası var. Bəli, elə cavab olur B variantı. 11-ci sual. Qeyri-müəyyən şəxsi cümləni müəyyən edin. Kimsə qapını döyürdü. Xəbər təkdədir, cəmdə deyil. A-nı çıxıram. Baxın, E-də də xəbərdə layihələr yoxdur, D-də də yoxdur. Qaldı B ilə C. İndi yıxılana balta çalmazlar. Qeyri-qəti gələcək zaman inkarıdır. Mazlar, arılar var. Ona görə ümumi şəxsidir çıxdım. Cavabımız qaldı B variantı. 12. Qeyri-müəyyən şəxsi cümləni müəyyən edin. Yeməyənin payını yeyərlər. Arılar həm də hamıya aiddir. A variantını çıxıram. Babalar nəvələrini çox sevirlər, sevirlər. Kim? Babalar. Mübtədası var, müəyyən şəxsidir. Bəlkə bu yerlərə bir də gəlmədim. 3-cü əmində deyil. Tələbələr iməcilikdə fəal iştirak etdilər. Kim? Tələbələr. Mübtədası var. Qonaqları dünən gecə yola saldılar. Kim? Kim qonaqları yola saldı? Yoxdur cümlədə mübtədam. Deməli, cavabımız olur E variantı. Daha sonra 13. Qeyri-müəyyən şəxsi cümləni müəyyən edin deyir. Yıxılana balta çalmazlar ümumidir. Bəli, indi sizi də çağıracaqlar. Burada çağıracaqlar kim? Yoxdur cümlədə. Bəli, elə B variantını götürə bilərəm. Deməli, baxın, burada E-də 3-cü əmində deyil, D-də 3-cü əmində deyil. Qaranlıq yerə daş atmazlar. Burada da mazlar var. Elə C variantını çıxırıq. 14-də biri qeyri-müəyyən şəxsi cümlədir. Hər qaba bir qapaq qoyarlar. Bu deyil, çünki arılar var, yəni ümumi şəxsi cümlədir. Mənasına da baxanda görürük. El nəğməsini eldən öyrəndilər. Bəli, 3-cü əmindədir. Kim öyrəndi? Həm də yəni baxın yoxdur mübtəda. Onlar qoya bilirəm. Deməli, cavabımız olur elə B variantı. Hər axan suya araz deməzlər. Deməli, bu da deyil. C-də çıxaq. Həm də mazlar var. Davada qılıncı borc verməzlər. Dəvətsiz qonağı köpək qarşılar. İndi burada qarşılar sözündə qarşılamaqdır. Yəni lar-ləl bütövlükdə deyil, yəni 3-cü əmində deyil. Bunu da nəzərə alaq. Deməli, cavabımız oldu elə B variantı. Qeyri-müəyyən şəxsi cümləni müəyyən edin deyir. Bu məktubu Gülşəndən başqa heç kim oxumayıb. 3-cü əmində deyil. Namərd qapısına xahişə getməzlər. Burada da deməli xahişə getməzlər. Ümumiyyətlə ümumidir, ümumi şəxsi cümlədir. Ona görə B variantını çıxırıq. Nədənsə qonaqlar qapıya tərəf baxırdılar. Nə edirdilər? Baxırdılar. Kim qonaqlar? Mübtəda var. Mübtəda olduğu üçün bu müəyyən şəxsi cümlədir. İşi dayandırmağı bizə rəsmi sürətdə əmr ediblər. Əmr ediblər. Kim əmr edib? Var cümlədə xeyr, yoxdur mübtəda. Onlar əmr edib. Deməli, cavabımız olur D variantı. 16-cı suala baxaq. Qeyri-müəyyən şəxsi cümlələrlə bağlı doğru fikirləri müəyyən edin. Aha. Şəxsiz cümlələrdən fərqli olaraq mübtədasını təxmini şəkildə müəyyənləşdirmək mümkündür.
Bəli, burada düz deyir. Çünki şəxssiz cümlələrin ümumiyyətlə mübtədası olmur. Heç yerinə də qoyub bərpa eləyə bilmirik. Amma qeyri-müəyyən şəxsi cümlələrdə mübtədanı, yəni onları bayaqdan fikir verirsinizsə cümlələrdə mübtəda yoxdur deyib, amma sonradan onlar bərpa eləyirəm. Yəni bərpa eləmək olar burada mübtədanı. Biri düz götürürəm. Bu tipli cümlələrin qurulmasında bəzən sanki elə bir kimi sözlərdən istifadə edilir. Bəli, deməli bu da düzdür. Bu modal sözlərdən istifadə olunur. Bir qayda olaraq atalar sözləri şəklində olur. Xeyr, bu ümumi şəxsi cümlələrə aiddir. Mübtədası müxtəlif şəxslərdə ola bilər. Xeyr, sadəcə 3-cü şəxsin cəmində olur mübtədası. Xəbəri 3-cü cəmində olur. Bəli, 5 düzdür. Deməli doğru cavabımız 1, 2, 5 A variantı olur.